Goranboyda 45 yaşlı kişi xaricdən vətənə qayıtdığı gün bədbəxt hadisə nəticəsində həyatını itirib. Xeyli müddətdir Rusiyada yaşayan Namiq İsmayılzadə dünən Azərbaycana geri dönüb. O evə çatdıqdan bir neçə saat sonra hamam otağında dəm qazından boğulub. Faktla bağlı araşdırma aparılır. Ağcabədi rayonu Taxtakörpü qəsəbəsində yerləşən mağazaların birində quraşdırılan ödəmə terminalından pul və tütün məlumatlarının uğurlanması, həmçinin mağazanın müşahidə kameralarının yaddaş qurğusunun sındırılması barədə polisə məlumat daxil olub. Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Bərdə regional qrupundan verilən məlumata görə, polis əməkdaşları tərəfindən keçirilən tədbirlərlə oğurluq əməlini törətməkdə təqsirli bilinən Nahid Süleymanov saxlanılıb. Onun analoji əməli Bərdə rayonunda yerləşən mağazada da törətdiyi müəyyən edilib. Faktla bağlı Laçın rayon polis şöbəsində cinayət işi başlanılıb. Məhkəmənin qərarı ilə Nahid Süleymanov barəsində həbs qəti imkan tədbiri seçilib, araşdırmalar davam etdirilir.